Orucun vəsiflərindən biri onun qalxan olmasıdır. Nəyə qalxandır? Bəli, oda qarşı və günahlara qarşı. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari rahimehullah rivayet etdiyi hədisdə buyurur. Oruc qalxandır. Sizdən biri oruç tutarsa, cahillik etməsin, pis söz danışmasın. Və in imri'un qatələhu aw şatamahu felyaqul inni saimun marratayn. Əgər deyir bir kəs onunla savaşsa və ya onu söysə, oruç tutan oruçlu şəxs ona desin ki, mən oruçluyam. 2 dəfə. 2 dəfə desin ki, mən oruçluyam. Yəni ona qarşılıq verməsin, onunla savaşmasın, onu söyməsin və s. Yəni ağzını qorusun, əməlini qorusun, cahillik etməsin. Amma əvvəldə nə deyir? Əs-siyamu cünnə. Oruç qalxandır. Digər bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Əs-siyamu cünnətun yəstəcinnu bihəl abdu minən-nar. Oruc qalxandır. Bununla qul oddan qorunur. Oddan qorunur. Yəni o oruc insanı o cəhənnəm əzabına girməkdən qoruyur. Çünki oruçdan insan nə edir? Salih əməllər edir. Oruç özü salih əməldir. Əlavə olaraq günahlardan çəkinir və bu da onu oddan qoruyur. İkinci məsələ, Allah Azze və Cəllə orucun əcrini qat-qat verir. Həddindən artıq çox verir. Digər əməllərin hamısından çox verir. Dəlilimiz nədir? Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu. Qalallahu kullu amel ibn Adəm ləh. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah dedi. Yəni bu qudsi hədisdir. Yəni Allah Azze və Cəllə deyir bunu. Allah dedi ki, kullu amel ibn Adəm ləh. Adəm oğlunun bütün əməli onun özü üçündür. İlləs-siyam. Ancaq oruçdan başqa. Fə innəhu li və ənə əczi bih. O deyir, mənim üçündür və onun mükafatını mən verəcəm. Bütün əməllərin mükafatını Allah Azze və Cəllə verir. Düzdür? Amma orucu xüsusi verəcəm, yəni deyir. Bəzi əməllərin, digər əməllərin əcri bəllidir ki, miqdarı nədir? Bu əməl eləyənə bu qədər əcir, bu əmələ bu qədər əcir. Amma orucu Allah Azze və Cəllə gizli saxlayıb. Öz qatına saxlayıb. Ən çox verəcək. Öz ikramı ilə verəcək bunu. Digər hədisdə deyir ki, kullu amel ibn Adəm yudaaf. Adəm oğlunun hər bir əməli qat-qat artıq verilir. Əl-həsənatu aşru əmsalihə ilə 700 dı'fin. Bir dənə yaxşı əməl 10 qat artırılır, hətta 700 qata qədər. Qalallahu azza və cəllə illəs-savm. Allah azza və cəllə dedi ki, ancaq oruc istisna. Fə innəhu li və ənə əczi bihi. O deyir, mənim üçündür və mən onun mükafatını verəcəm. Bax, digər əməllər 10 qat artıq və hətta 700-ə qədər. Oruc isə deyir istisna. Yəni ondan da çox. O deyir, Allah Azze və Cəllə buyurur ki, yədə'u şəhvətəhu və tə'amahu min əcli. O deyir, yəni oruçdan şəhvətini və yeməyini mənim üçün tərk eləyib. Yəni halal olan şəhvəti, halal olan yeməyi mənim üçün tərk eləyib. Və ona görə mən onun xüsusi əcrini verəcəm. Hafiz ibn Rəcəb rahimehullah deyir ki, Allah Azze və Cəllə deyir, orucun savabını bax bu qədər qat-qat artırıb və xüsusiləşdirib. Və digər əməllərdən fərqləndirib. Niyə? Çünki oruc özü digər əməllərdən əslində fərqli olduğuna görə. Oruc özü fərqli olduğu üçün onun mükafatını da Allah Azze və Cəllə fərqləndirib. Deyir, bu deyir 2 cəhətdəndir. Kim deyir bunu? Hafiz ibn Rəcəb rahimehullah. Deyir ki, birincisi odur ki, mücərrədən oruç tutmaq, yəni insan deyir, bununla nəfsinin meyl etdiyi və əslən ona halal olan yeməkdən, şəhvətlərdən könüllü bir şəkildə nə edir? İmtina edir. Və bu deyir, oruçdan başqa heç bir ibadətdə yoxdur. Ancaq oruçdadır ki, məsəl üçün, yemək, içmək ona halaldır. Amma Allah üçün ondan imtina edir. Halal şəhvətlər onun üçün halaldır başqa vaxtlarda. Amma oruç vaxtı Allah üçün bunu tərk edir. Başqa ibadətlərdə bu yoxdur. Ona görə Allah Azze və Cəllə yəni məsələn bunun əcrini xüsusi verir. Və digər məsələ oruç deyir, qulla Rəbbi arasında bir sirdir. Allahdan başqa deyir, onu heç kim bilmir. Dərinliyini, yəni niyyəti Allahdan başqa heç kim onu bilmir. Bu deyir, batində, daxildə olan bir niyyətdir oruc əslində. Allahdan başqa da deyir, bunu heç kim bilmir. Bu ikinci fəzilət. Yəni birincisi o idi ki, oruc qalxandır. İkincisi o idi ki, orucu fəziləti daha çoxdur. Allah Azze və Cəllə orucun mükafatını digərlərindən qat-qat artıq verəcək. Üçüncüsü odur ki,
oruç tutanın deyir, hətta ağız qoxusu Allah qatında müşk ətrindən də üstündür. Bax, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hureyra radiyallahu anhu rəvayət etdiyi hədisdə وَلَخَلُوفُ فَمِ الصَّائِمِ أَتْيَبُ عِنْدَ اللّٰهِ مِنْ رِيحِ الْمِسْكِ Oruç tutanın ağız qoxusu Allah qatında misk ətrindən də üstündür. Müşkdən də üstündür. Yəni, istər-istəməz oruç tutan vaxt səhərdən, axşama kimi insan ac qalır, onun ağzından mədəsi boşalır, o yemək yemədiyi üçün, içmədiyi üçün müəyyən bir qoxu gələ bilər. Bu, Allah qatında dəyərlidir. Çünki o, Allah üçün yeməyi, içməyi tərk eləyib, ona görə o şey hasil olur. İnsanlar üçün bu pisdir. İnsanlar bunu sevmir. Amma Allah qatında onun dəyəri üstündür. Hətta müşk ətrindən belə üstündür. Çünki o, ibadətin nəticəsində hasil olub. İbadətin nəticəsində hasil olub. Və bu da orucun fəzilətinə dəlalət edir, qardaşlar. Sonra dördüncü məsələ orucun fəzilətlərindən oruc kəffarədir. Eyni zamanda namaz da, sədəqə də kəffarədir. Oruc da onlardan biridir. Ümumən, insanın fitnəyə düşdüyü məsələlər var. Bunlar ya onun qonşusudur, ya malıdır, ya ailəsidir. Bunlar səbəbi ilə insan ən birinci fitnəyə düşür. Ya qonşusu, ya malı, ya övladı, yəni ona yaxın olanlar. Peyğəmbər sallallahu aleyhi və səlləm Huzeyfə radiyallahu anhun rəvayət etdiyi hədisdə belə buyurur. Sahiheyndə gəlir, Buxar və Müslimdə. Kunnə culusən ində Umar radiyallahu anhu fəqal. Biz deyir, Ömər radiyallahu anhun yanında oturmuşduq, o deyir, belə dedi. Ömər radiyallahu anh deyir, belə dedi. Eyyikum yəhfədu qavlə Rasulillahi sallallahu aleyhi və səlləm fil fitnə. Sizlərdən hansınız Peyğəmbər sallallahu aleyhi və səlləm fitnə haqqındakı sözünü əzbərləyib? Qultu ənə kəmə qaləhu. Mən deyir, dedim ki, mən onu necə deyib söyle əzbərləmişəm. Huzeyfə radiyallahu anh deyir. Qal innəkə aleyhi əv aleyhə ləcəriun. Deyir, sən deyir, buna deyir, cürətlisən, cəsursan. Sən deyir, cəsursan. Ömər radiyallahu anh deyir Huzeyfəyə. Qultu, mən deyir, dedim ki, bundan sonra fitnətur raculi fi əhlihi və məlihi və vələdihi və cərihi. Bir kişinin, bir insanın fitnəsi ailəsində, malında, övladında və qonşusundadır. Yəni, kişi, bir insan bu şeylərdən birində fitnəyə düşür. Ya övladı, ya ailəsi, ya qonşusu, ya malı. Tukəffiruhəs salatu və savmu və sadaqa vəl-əmru vəl-nəhi. Və bunların deyir kəffarəsi namaz, oruc, sədəqədədir və yaxşılığı əmr edib pislikdən çəkindirməkdədir. Əmr edib çəkindirmək. Yəni, yaxşılığı əmr edib pislikdən çəkindirmək. Bu sadalananlar ailən, övladın, malın, qonşun səbəbi ilə fitnəyə düşə bilirsən. Məsəl üçün, övladınla pis davrana bilərsən və ya övladın səni hansısa bir haramı işləməyə vadar eləyə bilər. Və ya ailən və ya qonşun. Məsələn, qonşunla hər hansı bir onun xoşuna gəlmən ona bir söz deyə bilərsən, hər hansı bir mübahisə eləyə bilərsən və s. Haqqına girə bilərsən və bundan fitnəyə düşə bilərsən və s. Yəni, səbəblər çox ola bilər. Yəni ki, insanın ən yaxın çevrəsidir bu sadalananlar. Və insanın malı səbəbi ilə fitnəyə düşə bilir. Ya təkəbbürlü eləyə bilər, ya daha çox qazansın deyə harama girə bilər və yaxud da ki, onu xərcləməkdə xəsislik eləyə bilər və s. Fitnəyə düşər. Amma bunların deyil kəffarəsi nədədir? Tukəffiruhəs salə, namaz, və savm, oruc, və sadaqa və sədəqə. Vəl-əmru vəl-nəhi və yaxşılığa əmr edib pislikdən çəkinmək. Yəni ki, buradakı oruc nədir? İnsanın günahlarına kəffarədir. Ramazan orucu yoxsa ümumiyyətlə? Ümumiyyətlə oruc. Ümumən gəlir, şübhəsiz ki, onların Ramazan orucu ən üstündür. Namaz, oruc, sədəqə. Bir də yaxşılığa əmr edib pislikdən çəkindirmək. Sonra 5-ci fəzilət. Fəzilətləri çoxdur, bəzilərini deyirik. Kim deyir, orucu iman və ihtisabla tutarsa, imanla və əcrini Allahdan umaraq tutarsa, onun deyir, keçmiş günahları bağışlanar. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən qamə leylətəl qadri imanən və ihtisabən,ğufirə ləhu mə təqaddəmə min zənbih və mən samə ramadan imanən və ihtisabən,ğufirə ləhu mə təqaddəmə min zənbih. Kim Qədr gecəsini imanla və əcrini Allahdan umaraq durarsa, onun keçmiş günahları bağışlanar. Kim Ramazanı imanla və əcrini Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Deməli, nədir? Günahların da bağışlanmasına səbəbdir. Amma şərt nədir? İmanla Allaha və onun Rəsuluna gətirdiyi şəriətə iman eləyərək və bunun qarşılığında əcr Allahdan umaraq tutarsa.
Allah üçün riyasız, ixlasla tutarsa, bəli, kiçik günahlarından bağışlanar. Və burada biz nəyə əsasən deyirik ki, bunlar kiçik günahların bağışlanmasına səbəbdir? Çünki buna da dəlillər var. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Hureyr radiyallahu anhun rəvayət etdiyi hədisdə Müslimdə gəlir. Buyurur. Əs-salavatul xams vəl-cum'atu ilə cum'a və ramadanu ilə ramadan mükəffiratun mə beynəhunnə izə ictənəbəl kəbəir. 5 vaxt namaz, cümədən cüməyə, Ramazandan Ramazana özləri arasında olan günahlara kəffarədir, əgər böyük günahlardan çəkinirlərsə. Yəni, əgər sən böyük günahlardan çəkinsən, böyük günahları, haramları etmə, gündə qıldığın 5 vaxt namaz arada olan kiçik günahları yürü aparır. Sübh namazını qıldın, sonra zöhr namazını qıldın. Sübhdən zöhrə qədər olan kiçik günahları silindi. Bu zöhr namazı silindi. Sonra əsr, sonra ona görədir sələflər işə namazından sonra danışmağı sevmirdilər. Ki, hər hansı bir günaha düşərlər, boyunlarında o günahla yatmasınlar. Ona görə. Qul namaza durduğu zaman deyir, onun günahları gətirir, qoyur çiyinlərinə və başına. Hər dəfə rükü elədikcə, səcdə elədikcə günahlar yarpaq kimi tökülür. Bu namazın fəzilətidir. Hələ namaz üçün dəstəmaz almaq. Dəstəmaz alanda günahlar tökülür, hətta dırnaqlarının altından. Su töküldükcə günahlar da yolur tökülür. Bunlar hamısı Allah Azə və Cəllənin fəzilətləridir. Amma izə iştünübəl kəbəir, böyük günahlardan çəkinərsə. Bu da ona dəlalət edir ki, bu silinənlər nədir? Kiçik günahlardır. Böyük günahlar isə xüsusi tövbə lazımdır. Böyük günahların bağışlanması üçün xüsusi tövbə eləmək lazımdır. Kiçik günahları isə, bax, bu cür fəzilətli əməllər onları yürü aparır. Bax, Allah Azə və Cəllə Nisa surəsi 31-ci ayəsində buyurur. İn təctənibu kəbəirə mə tunhəvnə anhu nükəffir ankum seyyiətikum. Əgər deyirsiniz, qadağan olunan böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızı bağışlayarıq. Gördün? Adicə, bax, adicə, böyük günahlardan çəkinmək özü Allah tərəfindən kiçik günahların bağışlanmasına səbəbdir. Amma böyük günahlardan nə edərsən? Çəkinsən. Var. 6-cı fayda. Yəni, Ramazanın fəzilətlərindən 6-cısı. Cənnətdə bir qapı var, oradan ancaq oruç tutanlar keçirir. Adı nədir? Rəyyan qapısı. Bəli, Rəyyan qapısıdır. Buxari və Müslimdə gəlir hədis. Səhl radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, İnnə fil cənnəti bəbən yuqalu ləhu rəyyan. Həqiqətən cənnətdədir bir qapı var, ona deyir Rəyyan deyilir. Yədxulu minhu saimun yevməl qiyamə. Qiyamət günü deyir, oradan oruç tutanlar keçəcək. Lə yədxulu minhu əhədun qayruhum. Onlardan başqa heç kim o qapıdan keçməyəcək. Yəni, ancaq oruç tutanlar keçəcək. Yuqalu eynəs saimun. Deyiləcək ki, oruç tutanlar haradadır? Fəyəqumuna lə yədxulu minhu əhədun qayruhum. Onlar deyir, duracaq və oraya girəcəklər və onlardan başqa deyir, o qapıdan heç kim keçməyəcək. Fəidə dəxalu uğliqa fələm yədxul minhu əhəd. Onlar deyir, o cənnətə girəndən sonra o qapıdan, o qapı bağlanacaq və heç kim o qapıdan girməyəcək. Rəyyan qapısı. Allah bizlərə o qapıdan girməyə müvəffəq eləsin. Orucun fəzilətləri. Sonra digər hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hureyranın rəvayət elədiyi hədisdir. Buyurur ki, Mən ənfəqə zəvceyni fi səbililləh. Kim Allah yolunda 2 şey infaq eləyərsə, nudiyə min əbvabil cənnə. Cənnətin deyir, qapılarından belə nida edilər. Yə abdallah, hədə xayrun. Cənnətin qapısından nida edilər ki, ey Allahın qulu, bu xeyirdir. Deyir, burada alimlər deyir, xayrun gəlir, xayrun. Əl xayr gəlmir. Qeyri-mənlikdə gəlir. Bu deyir, bunun geniş olmasına dəlalət eləyir. Bu deyir, xeyirdir. Yəni, sənin üçün xeyirdir, hər tərəfli. Fəmən kənə min əhlis saləti du'iyə min bəbis saləh. Kim deyir, namaz əhli olubsa, namaz qapısından çağırılacaq. Və mən kənə min əhlil cihədi du'iyə min bəbil cihəd. Kim cihad əhlindən olubsa, cihad qapısından çağırılacaq. Və mən kənə min əhlis siyam du'iyə min bəbil rəyyan. Kim də deyir, oruc əhlindən olubsa, Rəyyan qapısından çağırılacaq. Və mən kənə min əhli sadaqəti du'iyə min bəbi sadaqa. Kim də sadaqa əhlindən olubsa, sədaqə əhlindən, yəni sədaqə verən olubsa, sədaqə qapısından çağırılacaq. Sonra gəlir 7-ci fəzilət. Oruç tutanın 7-ci fəziləti, orucun 7-ci fəziləti. Bu da sevincdir. 2 sevinc özdə.
Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hureyranın rəvayət etdiyi hədisdə, bu da Buxari və Müslimdə gəlir, buyurur ki, "Lis-saimi fərhətən", oruç tutan üçün iki sevinç var. Fərhatun hinə yuftir, birinci sevinç orucu açandadır və fərhatun hinə yəlqa rabbəhu, ikincisi də Rəbbi ilə qarşılaşdığı zamandır. Və ləxalufu fəmis-saimi ətyabu indallahi min rihil misk, və oruç tutanın ağız qoxusu Allah qatında müşk ətirindən də üstündür. Burada iki sevinç var ya qardaşlar. Birinci sevinç odur ki, insan orucunu tamamlayır və buna görə sevinir. Birincisi qidalandığına görə su içir, yemək yeyir və s. Bir də ki, orucunu naqislik etmədən, pozmadan tamamlaya bildiyinə görə, bu müvəffəqiyyəti əldə etdiyinə görə sevinir. İkincisi isə Rəbbi qarşılığında, orucu qarşılığında alacağı mükafata görə sevinir. O qədər Allah Azza və Cəllə böyük əcr verəcək ki, ona görə əzəmətli sevinəcək. Hansı daha böyük sevinci olar sizcə? İkincisi birincisindən əlbəttə böyük olacaq. Allah Azza və Cəllə bizləri hər iki sevinci yaşamağa müvəffəq eləsin. Çünki oruç tutan üçün böyük mükafat var. Allah Azza və Cəllə ona böyük mükafat verəcək.